Mən bir məsələyə toxunmaq istəyirəm boşanmalarda. Yəni bu mənim subyektiv yanaşmamdır. Məsələn, bizim ailə məcəlləmizdə xəyanət anlayışı yoxdur. Xarici ölkələrdə xəyanətə görə qarşı tərəfə kompensasiya düşür. Yəni düşünün, siz birgə nikah dövründə mülkiyyət əldə eləmisiniz. Mən xəyanət qurbanı olmuşum, çünki xəyanət çox ciddi bir sarsıntıdır da, yəni sosial anlayışında. Bizim ailə məcəlləmizdə bu anlayış yoxdur. Ümumiyyətlə bizim ailə məcəlləmiz boşanmanı müəyyən etmir səbəbini. Məsələn, mənə müvəkkilim gələndə deyir ki, mən xəyanətin görmüşəm, istəyirəm uşaqları da alım ondan və s. Mən izah edirəm ki, ay anam, ay bacım, ay qardaşım, xəyanətin anlayışı ümumiyyətlə Azərbaycanda yoxdur. Bu da misal üçün mənə qəribə gəlir. Bu da bir boşluqdur mənim baxış açımdan. Çünki ailə qurulanda ki, bizdə nikah müqavilələri hələ də dəbdə deyil, belə deyək. Amma bu gün xəyanət niyə mövcud deyil? Niyə qonşu Türkiyədə 3 illərlə insanlar boşanır? Çünki dövlət deyir ki, ailə mənim qorumamdadır və bu ailə nəyə görə boşanır? Bunun səbəbini araşdırır. Bizdə sadəcə ərizədə yazırıq ki, yəni belə şablon bir Rahat ərizə var. boşanırıq. Bəli, xəssiyyətimiz uyğun gəlmir. A qardaş, niyə xəssiyyətin uyğun gəlmir? Axı sən bunu alanda, sən bunu xəssiyyətini müəyyən edib almısan. Necə olur ki, sən 3 ildən, 5 ildən, ya 10, 20 ildən sonra boşanan ailələr var, Ramal bəy. Yəni gəlir insanlar, baxırsan, nə bilim, vəzifəsi, karyerası, bunun da, onun da 20 ildən sonra boşanır. Soruşursan səbəbini, deyir xəssiyyətimiz uyğun gəlmir. Amma sonra araşdırırsan, müəyyən eləyirsən ki, bəli, xəyanət mövcuddur. Bəli. Məncə ilkin bu xəyanət anlayışı və ümumiyyətlə ailələrin boşanmasını dövlət səbəbini müəyyən etməlidir. Yəni mən hesab edirəm ki, bu xəyanət anlayışı həm bizim qanunvericiliyə daxil olmalıdır. Yəni buna bir anlayış verilməlidir. Çünki bu de facto var. De jure yoxdur. Yəni sənəd üzərində yoxdur. Bəs bunların qurbanları, bunlar onu necə izah eləsin, necə məhkəmədə sübuta yetirsinlər? Və əlbəttə ki, dediyim kimi dövlət boşanmaların səbəbini mütləq müəyyən etməlidir. Yəni belə xəssiyyət uyğun gəlmədi, 3 ay ərzində barışıq müddəti verib boşamaq bu düzgün deyil.